Mərhabələr, ümid edirəm ki, yaxşısınız və sizin üçün bu həftəyə olan son praktiki video dərs çəkirəm və bu IELTS Speaking-in ikinci partıdır. Birinci partda danışdığımız kimi bizim suallarımız qısa olurdu, amma burada bizim suallarımız artıq böyük formatdadır. Bəs biz buradan necə sudan quruya çıxa biləcəyik? Mən sizə çox gözəl bir planlama sistemi öyrədirəm. Bu planlama sistemini tutun, qalan sizə heç nə, necə deyərlər, lazım deyil. Məsələn, bizə bir mövzu verir, deyir ki, bir gölü təsvir elə, bir çayı təsvir elə və s. Sən hansı ki, getmirsən ora. Aşağıda sizə 3 dənə sual verir, 4 dənə. Harada yerləşir, nə vaxt getmirsən, hansı aktivitetlər eləmirsən və niyə görə bu yeri xoşlayırsan. Bizə suallar verir. Amma bəzən tələbələr plansız falansız bu suala gedirlər. Bu da düzgün bir şey deyil. Çünki ən azından sizin planınız olmalıdır ki, bunun üzərinə gedə biləsiniz. Aşağı gəlirəm, burada bir mind map var. Bu ağıl məpidir, ağıl yoldur, yol göstərən bir şey mənasını verir. Baxın, ortadan mövzunu qoymuşam ki, lake-dir və ətrafına isə sualları düzmüşəm. Orada verilən sualları. Amma deyə bilərsiniz ki, müəllim, məsələn, orada bu sualı verilməmişdi. Bəli, amma mən onu özümdən qoydum. Deməli, nə edəcəksiniz, guys? Daxil oldunuz. Bu indi videonu mən indi sizə atıram və buna aid də praktikalar verəcəm. Mövzunu götürdünüz. Mövzunu oxuduqdan sonra burada verilmiş sualları gətirirsiniz, dairə ətrafına düzürsünüz. Why, niyə, what, nə etmirsən, harada yerləşir, nə vaxt getmirsən, niyə getmirsən və burada görə bilərsiniz ki, bir story hekayə hissəsi var. Deyə bilərsiniz ki, müəllim, story nədir? Story sizin orada həm vaxtınızı tamamlamaq üçün eləyəcək, həm də story maraqlı bir hadisəni orada danışa bilərsiniz ki, başımıza belə bir hadisə gəlib. Tamam mı? Qısa və konkret. Məsələn, lake-i qoyduq. Sağ tərəfdən kimdən gedib? Məsələn, kimdən getdiyini qısa yazırsınız. Yəni, elə bir danışacaqlarınızı qısa olaraq bura düzürsünüz. Məsələn, why, niyə getmirsən? Nə danışacaqsa onu qısa-qısa düzürsünüz bura. How often, nə vaxt getmirsiniz? Bunu, harada yerləşir? Belə-belə mövzuları orada ətrafına düzürsünüz. Sizə heç nə, necə deyərlər, lazım deyil. Burada isə onun aşağıda cavabıdır. Bu cavabıdır. Bu linki hər ehtimala qarşı sizə də göndərəcəm. Səbəb niyə görə göndərəm? Bəzən belə materialları bəzən özünkiləşdirirlər, amma bu xarici bir saytın verdiyi çox gözəl materialdır və bu linki də hər ehtimal aşağı yerləşdirəcəm ki, daxil olub oxuya biləsiniz. Çox